Bugünkü dərsimiz Bloom taksonomiyalarıdır. Yoldaşlar, Benjamin Bloom bir alim olub, Amerikalı psixoloq olub və taksonomiya dedikdə də bizim həyatımızda baş verən proseslərin səbəbləri, mərhələləri və sair nəzərdə tutulur. Mən burada məlumatda yazmışam ki, Amerikalı təhsil psixoloqu olub Bloom və şagirdlərin öyrənmə məqsədləri və onların bacarıqlarını təsnif edən taksonomiya hazırlayıb. Taksonomiya yoldaşlar özü 3 yerə bölünür. Birazdan deyəcəm hansılardır. Amma bu sözün mənası, yəni Yunancadan qayda ilə yerləşmə, qanun deməkdir. Yəni həyatımızda baş verənlərin qayda ilə, qanunla yerləşməsinə yəni əsaslanır. Emosiyalarımız, hərəkətlərimiz, idraki proseslərimiz və s. bunların hamısı bunun tərkibinə daxildir. Yəni burada siz məqsəd nədir? Benjamin Bloom, yəni bunları kəşf edərkən, bunları belə araşdırarkən məqsədi olub ki, biz həyatımızda baş verən hadisələrin mənasını, baş vermə ardıcıllığını, baş vermə qanununa uyğunluğunu müəyyənləşdirək, bilək. Xüsusən də bu müəllimlər üçün daha vacibdir ki, şagirdlərdə baş verən bu prosesləri bilsə əgər, nə edə bilər? Təbii ki, dərsini daha effektiv qura bilər. Yoldaşlar, daha dediyim kimi, taksonomiya 3 sahədən ibarət, yəni 3 növü var. İndi biz bugün keçəcəyik idraki. İdraki nədir? Təbii ki, bizim beynimizlə, beynimizdə baş verən proseslərlə bağlıdır. Affektiv, ünsiyyət, emosional bizim emosiyalarımızdan bağlıdır. Bir də var psixomotor, bizim hərəkətlərimizdən bağlıdır. Bunların hər birini biz ayrı-ayrı keçəcəyik. Yoldaşlar, gəlirik idrak taksonomiyasına. İdrak taksonomiyası 1956-cı ildə Benjamin Bloom tərəfindən, baxın, bu variantda neyiniyib? Yaradılıb. Onun fikrinə görə insandakı ən təməl, yəni idraki bacarıq bilikdir. Yəni nəyisə bilmək. İkinci anlamaq, sonra tətbiq, təhlil, sonra sintez. Sintez nədir yoldaşlar? Yaratmaqdır, bilirsiniz. Dəyərləndirməyi də ən axırıncıdır. Yəni onun fikrinə görə insan zəkası, yəni ən belə maksimal səviyyədə dəyərləndirmə bacarığına sahib ola bilər. Amma 2001-ci ildə Anderson və Krastov adlı iki alim, onun tələbələri olublar bu arada, yəni Benjamin Bloom'un. Və bu Benjamin Bloom'dan qalan variantı bir qədər dəyişdiriblər. Biliyi eləyiblər xatırlamaq, bizim faktoloji bilik kimi, anlamanı eləyiblər anlamaq, tətbiq, bunlar məsələ sevilir. Amma əsas dəyişikliyi harada özünü göstərib? 5-ci mərhələdə olan sintezi eləyiblər yaratmaq və qoyublar 6-cı mərhələyə, dəyərləndirməyə salıblar 5-ə. Yoldaşlar, buradan belə bir nəticə gəlirik ki, biz Anderson və Krastovun, yəni bu iyerarxiyasına görə insan zəkasının gələ biləcəyi ən son nöqtə yeni bir şey yaratmaqdır. Aydındır? Və bu xatırlamaqdır, anlamaqdır, tətbiq etməkdir. Yoldaşlar, bunlar çox da belə yəni beyin gücü tələb eləməyən davranışlardır. Yəni normal insanların çoxu bunu eləyir zaten. Nəyisə öyrən, başa düş, tətbiq elə. Düzdür? Yəni bu dəqiqə universitetlərin əksəri məntiqi buna əsaslanır. Gəl, nəyisə əzbərlə, nəyisə başa düş, gel işə tətbiq elə. Vəsə. Buna deyirik biz aşağı təfəkkür səviyyəsindəki mərhələlər. Yəni bunların hər üçü aşağı təfəkkür səviyyəsində yerləşir. Amma təhlil etmək, dəyərləndirmək, yaratmaq isə yoldaşlar, hər insan edə bilməyəcəyi bir şey olduğuna görə, yüksək beyin gücü tələb edildiyinə görə bu artıq olur nə? Yuxarı təfəkkür səviyyəsi. İndi yoldaşlar, gəlin bir-bir bunlara baxaq. Xatırlamaq. Adından da göründüyü kimi nəyisə yada salmaq, nəyisə xatırlamaqdır. Faktoloji biliyinə adətən əlaqəli olur. Burada açar sözlər var. Seçmək, tərif vermək, sadalamaq və s. Bildiyiniz faktoloji bilikdir. Sonra yoldaşlar gəlir anlamaq. Anlamaq isə bildiyiniz konseptual bilikdir. Burada neyiniyir? Şagird nəyisə öz sözlərini izah edir, nümunələr gətirir, ümumiləşdirə bilir, təsnif edir, kateqoriyalar ayrılır və s. Öz sözünü izah edir. Bunlar hamısı nədir? Anlamaq mərhələsinə aiddir. Sonra da gəlir tətbiq etmək. Tətbiq etmək adından göründüyü kimi prosedural biliklə əlaqədar olur. Bildiyimiz bir şey neyindir? İcra edirik və s. Baxın, səhnəcik qurmaq, ondan sonra nəyisə yerinə yetirmək, nəyisə həll eləmək, cədvəl tərtib eləmək, sınavdan keçirmək, hamısı nədir? Tətbiq etmək mərhələsinə aiddir. Və yoldaşlar, belə bir xüsusi, yəni qeyd edirəm sizin üçün, baxın, xüsusi qeyd də. Əgər
Situasiyada deyirsə ki, verilmiş düstur, verilmiş çertiyoj, verilmiş sxem. Yəni köməkçi bir vasitə veribsə, bu artıq tətbiq etmək yox, olur anlamaq. Yox, əgər köməkçi bir vasitə verməyibsə, nə isə həll etmək istəyirsə, nə isə eləmək istəyirsə ümumiyyətlə, bu olur tətbiq etmək. Nümunə. Əgər mən deyirəmsə ki, Çingiz verilmiş düsturla məsələni həll etdi, bu tətbiq etmək olmur. Olur anlamaq. Burada nə edirik? Onun düsturu istifadə edib edə bilmədiyini yoxlamış oluruq. Deyirəmsə ki, yox, prosta Çingiz məsələ həll elədi, olur tətbiq etmək. Aydındır mı? Davam edirəm. Sonra gəlir təhlil etmək. Yoldaşlar, təhlil etmək analiz eləməkdir. Burada yazmışam ki, xırdalıqlarını ayırmaq və s. Burada baxın, testlərdə ən çox düşən hissələr. Məlumatları müqayisə edərək ən vacib, ən səmərli yolun müəyyənləşdirilməsi və əsaslandırılması. Müəllifin mövqeyinin müəyyənləşdirilməsi və əsaslandırılması. Baxın yoldaşlar, nə isə analiz edib ən vacib, ən səmərli nöqtələri üzə çıxardırıqsa, təhlil etməkdir. Məsəl üçün, bir mətni analiz edib, müəllifin mövqeyini ortaya çıxarırıqsa, təhlil etməkdir. Və onu nə edirik? Orada əsaslandırırıq. Kimisə fikrini əsaslandırırıq. Baxın, mən deyirəm ki, mənim oxuduğum kitablara əsasən, filan kəsin dediyinə görə, filan kəsin filan məqaləsinə görə, filan kəsin yazdığına görə bu belədir. Bax, kimisə dediyinə əsasən mən əsaslandıramsa fikri, bu olur nə? Təhlil etmək. Aydınmı? Testlərdə də ən çox düşür nə? Müəllifin mövqeyini müəyyənləşdirmək, ən vacib, səmərli necə deyim, nöqtələri müəyyənləşdirmək. Bir də yoldaşlar, bəzən görəcəksiniz. 2 dənə dövlətin idarə etməsini tutaq ki, müqayisə edir. 2 dənə nəyisə müqayisə edir. Baxın, sırf sadəcə məqsəd müqayisə etməkdirsə, orada nəyisə biz başa düşməyə çalışmırıqsa, bu olur təhlil etmək. Başa düşməyə çalışacağıqsa, olacaq nə? Anlamaq. Sonra gəlir dəyərləndirmək. Yoldaşlar, dəyərləndirmək nədir? Nəyisə mühakimə eləmək, öz fikrimizi bildirmək. Burada hətta biz nə edirik? Öz fikrimizi bildiririk. Hatta necə olur? Deyirəm, məncə, mənim fikrimcə, mənim zənnimcə. Aydındır? Deyirəm ki, məncə tutaq ki, Bakıda tıxac problemi çoxdur, insanların çoxu rayona göndərilməlidir. Məncə, nə bilim, Bakıda tutaq ki, infrastruktur zəifdir, genişləndirilməlidir. Məncə, sahil çox çirklidir, təmizləmək lazımdır və s. Öz fikrimi bildirirəmsə, öz münasibətimi bildirirəmsə, olur dəyərləndirmək. Aydındır mı? Bura qədər bir problem varmı? Aydındır müəllim. Son olaraq gəlir yaratmaq. Yaratmaq da yoldaşlar çox rahatdır, amma ən çətinidir. Yaratmaq odur ki, biz yeni bir məhsul yaradırıq. Yeni bir nəsə dizayn edirik. Ya burada bir problem həll eləyəcəyik, ya bir layihə qoyacağıq ortaya. Aydındır? Axırı ki, bizdən əvvəl heç kim eləmədiyi bir şey eləyəcəyik. Yaxşı? Sonra yoldaşlar, baxın, bunların hər hansı biri daha vacib, daha tutaq ki, az vacib deyil. Hər biri bir-birinə asılıdır bu mərhələlərin və hər biri bir-birindən necə deyim, vacibdir. Hamısı lazımdır. Bax, biz nəyisə başa düşmək üçün əvvəlcə xatırlamalıyıq. Tətbiq etmək üçün başa düşməliyik. Təhlil etmək üçün onu tətbiq eləməyə bacarmalıyıq. Yaratmamışdan əvvəl dəyərləndirməyə bacarmalıyıq. Ətrafda görün nələr var. Ən sonunda nə indirik? Onu yaradırıq. Və xatırlamaq hafizəyə əsaslanır. Təhlil etmək, tətbiq etmək, anlamaq məntiqi təfəkkürdür. Burada məntiqlə iş görürük. Dəyərləndirmək, mühakimə eləmək olduğuna görə tənqidi təfəkkürdür. Yaratmaq isə yaradıcı təfəkkürdür. Bunları da biz ayrıca keçəcəyik. Bura qədər yoldaşlar bir problem varmı? Yoxdur Xeyr ki? müəllim. Gəlin testlərə baxaq. Ən rahat testlərdir. Testlərimi açıram bir də saniyə. Kurikulum, bölmə 2, bulum taksonomiyaları. İdrak taksonomiyası sınaq 1. Ekranımı görürsünüz yoldaşlar. Bəli. Bəli, müəllim. Məsələn, 3-ə baxaq. Deyir ki, müəllim dərs zamanı şagirdlərdən sığorta nədir və onun hansı növləri var sualını soruşur. Sizcə hansı olacaq? Hansı kateqoriya olacaq? Konseptual olan idi. Anlamaq. Anlamaq olar. Niyə anlamaq?
Yox, Hə, ay, Yadda əzbərə saxlamaq deyil saxlamaq. müəllim. Bilirlərsə, saxlamaq. Dəyərləndirmək olacaq. Hər öz fikrini bildirəcək. Yox. Hər öz fikrini bildirsə belə həqiqət Yox, bu dəyişirmi? konkret Konkret. bir məlumatdır da, yadda saxlamaqdır da. Bəli, yadda saxlamaqdır. hə, Konkret bir məlumat yoldaşlar, yaxşı? Bax, yadda Bəli. saxlama, belə yadda saxlayın ki, bilmirsə cavab verə bilməyəcək. Ha düşünür, düşünsün. Yaxşı? bəli mən. 4-ə baxın məsəl üçün. Bu da yadda yox. Amma bu həm yadda saxlayır, həm də Anlamaq. fərqləndirir. Məncə anlamaq, çünki konseptualsa anlamaq idi. Burada konseptualdır sizə burada. Bax, fərqləndirmək həmişə anlamaqla əlaqədar olmur ha. Görün burada müəllim Bilməklə. anlamağı daha çox istəyir, yoxsa fərqləndirməyi? Fərqləndirməyi. Bəli, anlamağı çox da, yəni necə deyim, üstün tutmur da, düzdür? Anlamaq əsas deyil, sadəcə fərqləndirmə əsaslısı demək olacaq nə? Təhlil etmək. Yaxşı? Bəli. Sonra 6-ya baxın. Nə olar sizə yoldaşlar? Deyir ki, problem həll etmək üçün Dəyərləndirmək. Qaldıdır. Yaratmaqdır müəllim. Yaratmaqdır da, Yaratmaqdır. təzə yol hazırlayır. Bəli. Yeni yollar düşünmək lazım, düzdür? Burası yeni sözün oradan indirib Evet. yazmayıb. Yaxşı? Yaxşı. 9. Anlamaq deyirəm, anlamam. Bəli. Nümunələr gətirməsi sizə demək Anlamaq, konseptual bir üsul bilmirəm. anlamaqdır, düzdür? 10. Təhlil etmək. Hem qurum deyir. Öz maliyyə xərclərinizi. Artıq nəsə Yaratmaqdır yaradır. ki, Bəli. Özünüz nəsə yaradacaqsınız, düzdür? Bəli, başa düşdüm. Aydınmı yoldaşlar? Gəlin biraz da baxaq. 16. Ümumiləşdirilirsə anlamaq. Bəli. Ümumiləşdirirsə anlamaqdır. 20-yə baxın. Yadda saxlamaq. Cavab bir dənədir, məncə deklarativ olar, ikincisi mənə. Bəli. Birincisi Daha Hə, bundan adı. Aydındır? Gəlin Bəli. bir üçündən baxaq. 23-ə də baxın. Müəllifin mövqeyini Dəyərləndirmə. müəllifin mövqeyini. Dəyərləndirmə də öz fikrimizdir. Baş qəhrəmana qarşı müəllifin mövqeyi. Təhlil onda idi. Bəli. Müəllifin mövqeyini başqasının fikrini müəyyənləşdirirsə, o təhlil etmək. Öz fikrimiz deyiriksə, olur nə? Dəyərləndirmək. Yaxşı? Bəli, mənim başa düşdüm. Yoldaşlar, 19-a da baxın bir dənə. Bitirək. yadda saxlamaq deyil müəllim. Niyə yadda Yox, saxlamalısınız? nə gördüklər? Dəyərləndirmə Bəli. olmaz. Dəyişmək ki, düzdür. Gördüyün deyəcək, düzdür? Gördüyünü yadda saxlayıb sonra deyir də. Bəli. Yoxsa birbaşa şəkil qabağında da ora baxıb deyir. Fərqi yoxdur. İki cürə də eyni şeydir. Axı Aydındır? şəkli göstərib, sonra şəkli bağlayıb, sonra soruşsa bu yadda saxlamaq deyil. Hər ikisi yadda saxlamalıdır. Aydındır? Sadəcə birində tez deyir, Cavab tez hansı oldu? gördüyün. Necə? İndi nə oldu cavab? Cavab nə Yadda oldu? Yadda saxlamaq, saxlamaq oldu, bəli. dəyərləndirmə. Ha, düz dedim, hə. Düz dedi. Kimsə Yadda sax- dəyərləndirməkdə də elə bildim Yox, dəyərləndirmədə. dəyərləndirmə deyil, onlar öz fikrimizi deyirik biz. Bax, dəyərləndirməyə də bir dənə nömrə tapaq. Bir də saniyə dəyərləndirmə. Görüm dəyərləndirmə ilə bağlı.
Məsəl üçün 32-yə baxaq. Deyir ki, cırtdan nağılında cırtdan və yoldaşlarının yol ərzində qalaraq etdikləri seçimi mühakimə edin. Mühakimə etmək nə deməkdir? Öz fikrimizi bildirmək deməkdir. Düzdür? Öz fikrimizi bildirməkdir, bəli. Öz fikrimi bildirəmsə nə olacaq? Onda dəyər, Bəli, yox. dəyərləndirmək. Dəyərləndirmək, hə, təhlil etmək. Aydındır? Təhlil etməkdə başqasının fikirlərini biz müdafiə edirik, başqasının fikirlərini deyirik. Yaxşı? Bəli, Dəyərləndirmədə özümüz fikrini. Aydındır? bəli, aydın. Bura qədər olursa bir problem, bir sual varmı? Xeyr, müəllim, yoxdur.